həqiqətən sən oyun var ki, baxırsan deyirsən ki, ümidsizsən. Məsələn, İslandiyaya oradakı oyun, o nə oyun idi, o nə əziyyət idi. Sən Əfran təsəvvür stadiondayım da mən Reykjavikdə, belə hər qoldan sonra İsland azarkeşlər sağ olsunlar da, çox belə məsələn mən müxtəlif ölkələrdə olmuşam da, çılğın, məsələn Kiprdə olmuşdu o vaxtı. Neftçi 2012-ci ildə Avropa Liqasının qrupuna düşəndə ilk dəfə. Ora dəlixana da. Bizi Allahın olsun bizi orada boğmaq istəyirdi. Amma bilirlər mən media sektorunda jurnalistəm. Mühafizə gəldi deyəndə yaramısın. Düşünən bilirsən sən, mühafizə ilə bizi əhatə edir, bizi öldürmək istəyirlər orada. Nə var Neftçinin qoluna sevindi, bunlar da kətərlidirlər, lap belə dəliyə döndülər. Burası boğarlar da bizi. Məhv eləyir də Allahın olsun. Amma İslam azarkeşlər sənin insana acıq vermirdilər də. Amma Bəzən futboldan biraz kənar adamlar. Sən o adam başını aşağı salır. Rəzil durumda oyun. Hesab elə iri idi, adam utanırdı və bu oyuna görə məsələn orada olan azarkeşlərimiz yeri gəlmişkən bayaq da mən dedim, çox azarkeşimiz olmalıydı orada. Az azarkeşlik. Hər biri sağ olsunlar. Mən inanıram ki, o azarkeşlərin oraya getdiklərinə görə təəssüfsüz keçirməyiblər, məyus olmayıblar, peşman deyildilər. Əksinə udursaq da stadionu fəxrlə. Yox, həqiqətən, yəni çox sevindirici haldır. Həqiqətən Ayxan müəllim tez bir zamanda komandanı belə dəyişməyi. Bəli, çox qısa müddətdə dəyişdi. Gündüz də çox gözəldir ki, millinin evi kimliyi dəyişib. Elə bilirsən, insan olur, məsələn, adından utanır. Olur da məsələn, bizdə var da valideyn elə ad qoyur ki, bizə bəzən gedib adını dəyişir. Elə ad qoyursan ki, fikirləşmir ki, var. Bu uşaq bu addan ömür boyu yaşamalı. Elə insanlar mən tanıyıram ha. 100%. Sonradan gedib adlarını dəyişirlər. Elə bir Ayxan Abbasov da millinin o içindən adını dəyişdi, ruhunu dəyişdi, futbolunu dəyişdi. Həqiqətən yəni.